Qarabağ yenə gündəmi dağıdır. Hamının dilində Qurban Qurbanov və onun komandasıdır. 3-5 gün əvvəl Qurban erası bitdi, Qarabağ batdı deyənlər də indi tərif ardınca yağdırır. Hərçənd ümidsizliyə qapılmaq üçün müəyyən əsaslar vardı. Yenilənmiş heyətlə Qarabağ əvvəlki kimi möhkəm görünmür, ümid vermir. Gəl ki, bu nasaz təyyarəni xatırladan komandanı pilot, baş məşqçi Qurban Qurbanov sağ-salamat qəzadan çıxara bildi. Son illərdə Qarabağı belə ümidsizcəsinə səfərə yola salmağımız nadir hallarda olub. Ağdam klubu bundan öncə əvvəlki şöhrətindən uzaq düşmüş Dinamo Kiyevi mübarizədən kənarlaşdırsa belə, Qarabağın hazırda yaxşı formada olan Twente qarşısında, özü də səfərdə uğur qazanacağına inananlar elə də çox deyildi. Qarabağ Enşididə meydana faktiki yarımcan vəziyyətdə çıxmışdı. Zubir 4 gün əvvəl Qarabağla vidalaşıb Qətərə yollanmışdı. Cəbrayıl Makreçkis qırmızı vərəqə cəzası üzündən oyunu buraxmalı idi. Savo və Elvin Cəfərquliyev zədəsinin müalicəsi ilə məşğul idi. Bunlar azmış kimi oyun günü Ronaldo Sefas və Pedro Bicalyonun da zədə üzündən meydana çıxa bilməyəcəyi məlum oldu. Twente'yə qarşı start 11'liyi müəyyənləşdirildikdən sonra ehtiyatda 7 oyuncu qalmışdı ki, onların ikisi qapıcı, digərləri zədə üzündən 6 ayda futbol oynamayan Bəhlul Mustafazadə, ipinin üstünə odun yığmağa ehtiyat etdiyimiz Dani Bolt, baş məşqçinin gözündən düşən Johnny Montiel və bir də ikisinin birlikdə yaşı Bədavi Hüseynovun yaşına çatmayan gənclər Əli Bəşirovla Hikmət Cəbrailzadə. Bədavi demişkən adam əsl döyüşçüdür. Bunu əvvəllər də demişəm, indi də təkrarlayıram. Kaş Bədavidə olan xarakter, komanda ruhu, əxlaq və tərbiyə hər bir futbolçumuzda olardı. Yaşı əvvəlki kimi oynamasına imkan verməsə də, əzmkarlıq, döyüşkən ruhu sayəsində bəzən mövcud potensialından da üst səviyyədə mübarizə aparır. Çətin anlarda liderlik, kapitanlıq keyfiyyətlərini ortaya qoyub komandasına fayda verir. Yeri gəlmişkən Bədavi 12 il əvvəl elə bu şəhərdə, bu arenadakı oyunda da Twente'yə qarşı mübarizə aparmışdı. Qarabağın uğur dolu Avrokubok tarixi həmin 1-1 bitən komandanı ilk dəfə qrupa salan oyunla başlamışdı. Twente azarkeşləri arasında şübhəsiz ki, 12 il əvvəlki qarşılaşmanı unutmayanlar da vardı. Onlar üçün yarımcan Qarabağla bu duel 2014'dəki maçın revanşı olmalıydı. Hələ Twente'nin baş məşqçisi John Van Den Brom'un da Qarabağla ayrı haqq hesabı vardı. 2022-ci ildə məhz onun baş məşqçisi olduğu Lech Poznan Qarabağla oyunda Bakıda 5-1 hesabı ilə darmadağın olunmuş, PFL-in keçmiş prezidenti Ramin Musayev Qarabağ Lexi lox elədi cümləsi ilə qələbəyə şərh vermiş. Son nəticədə isə elə bu ifadəyə görə də vəzifəsindən göndərilmişdi. Twente'nin baş məşqçinin də, fanatlarının da Qarabağdan qissas arzusu baş tutmadı. 90 dəqiqənin tamamında John Van Den Brom 4 il əvvəl olduğu kimi yenə məyus idi. Hollandiyalı azarkeşlər isə dadı qaçmış pivəni tribunadan futbolçularına tullayırdı. İllərin Weghorst'u 2 il əvvəl Avroligada Ajax'ın heyətində Bakıda Qarabağa qol vuran bu yay Twente'yə keçən 34 yaşlı forvardla məyus idi. O vaxt Qarabağ 0-3 udzanda biz dilxor olmuşduqsa, bu dəfə Qarabağın tərs silləsi Weghorst və komandasına dəymişdi. Manchester United'i, Bayer Leverkusen'i dolaşıb indi də Twente'nin idman direktoru postunda peyda olan Erik Ten Hag da yəqin ki, ilk dəfə gördüyü bu Azərbaycan klubunu uzun müddət unutmayacaq. Çünki bütün proqnoz və ehtimallara görə Qarabağın Enşididə qalib gəlməsi real görünmürdü. Qurbanovun komandası isə proqnozları alt-üst etdi. Düzdür, Qarabağ Twente qarşısında dominant futbol oynamadı. Yaxşı oyun göstərmədi, amma play-offda yaxşı oyun deyil, nəticə vacibdir. Bəxtimiz gətirdiyi epizodlar da oldu. Hakimin top Mateus Silva'nın bədənindən əlinə dək gəzdiyi epizodda penalti verməməsi də şansın üzümüzə güldüyü an idi. Lakin məsələn, Kadinin dirəkdən dönən zərbəsində də şans Twente'nin yanında oldu. Maçın yeganə qolunu isə Qarabağın ən yaxşılarına olan Jali Muaddib yaratdı. Deyəsən Qarabağın yeni Zubri Jali olacaq. Həm oyun tərzi, həm görünüşü ilə Zubri xatırladır. Üstəlik ikisi də Mərakeş əsilli Fransa vətəndaşı. Qələbə qolunu vuran Kadi isə bizim futbolunun tarixinə düşdü. Azərbaycan klublarının UEFA Konfrans Liqasında ən çox qol vuran oyuncusu kimi. Buna qədər bu turnirdə vurduğu 5 qola 2021-2022-ci illər mövsümündə imza atmışdı Kadi. 5 illik susqunluqdan sonra Kadi çox vacib qol vuraraq
Konfrans liqasındakı bombardiyalarımız arasında sabahlı Joy Lens Mikes və keçmiş qəbələri Rafael Utsiki geridə qoyaraq şəriksiz lider oldu. Twente ilə döyüşün hələ birinci hissəsi bitib. Avqustun 27-sində Bakıda həlledici qarşılaşma olacaq. Qarabağ bu fürsəti əldən verməməlidir. Komanda yarımcan vəziyyətdə olsa belə, Twente'nin canını alaraq ardıcıl 13-cü dəfə Avrokubokların əsas mərhələsində oynamalıdır. Bu tarixə siz də Respublika stadionunun tribunalarından canlı şahidlik etməlisiniz. Möhtəşəm dəstək ab-havası yaratmaqla.